Salam, hər vaxtınız xeyir, dostlar, qardaşlar. Xırda da olsa bu evin, fərdi yaşayış evinin videolarını çəkib atmışdım. Ev ümumilikdə, bura ikinci mərtəbədir. İstepolunu çəkib bitirmişik. Ev istepolla bərabər, yerdən istetməklə bərabər ev sahibi radiator da istədi. Dedi, bez problem, yes. Bunların hamısını belə formada çəkdik, qəşəng. Pultlar qoyulacaq. Hələ ki, bura kimi eləyirik. İndi hələ bilməyəcək orada rozetka falan hardadır. Ona görə biz onu sonra mərkəzləşdirəcəyik inşallah. Hələ ki, iştirabı açmışıq. İndi göstərəcəm bəzi şeyləri. Pultlar qoyulacaq, yer sensorları ilə bir yerdə. Ev ümumilikdə olacaq tarket. Tarket olduğuna görə ora yer sensoru mütləqdir. Pult da mütləqdir. Hər otağın da öz pultu olacaq, öz termostatı olacaq. Yəni hər otağın öz temperaturu idarə oluna biləcək belə. Bura master bedroom. Burada hazır. Bura qardırobdur. Qardırobun içinə verdik kollektorumuzu. Bir dənə bunları açıq saxladıq ki, bunlar ofis otaqlardan gələnlərdir. Bu sanuzeldən gələndir. Bu otağa aid olanları saxladıq ki, biraz yüngülvari, biraz istilik olsun. Həm də kollektorun istiliyi yüngülvari bəs eləyəcək evə. Onsuz da yer izolyasiyası XPS Penoplast, bir də ki, bu fərqli izolyasiya belə deyək. Burada sanuzel. Burada hazır. Hamısı qaydasında. Duşu burada, su şulqası burada. Gözəl şəkildə. Yəni belə çəkim. Qaydasında çəkmişik. Bunlar hamısını indi işləyəcəyik biz bunların. Ustalar gəlib mayaklarını qurublar. Daydaylardır. Həmənki amillər də gəlib dəvət eləmişik. Gəliblər işləməyə inşallah. Burada həmçinin formada eləmişik. İndi bunu sonra mərkəzləşdirəcək inşallah. Elektrik korobkaları falan qoyandan sonra mərkəzləşdirib qoyacaq inşallah. Səliqəli çıxsın. İndi bilmirik divarda nə olacaq, ramkalar olacaq, nə olacaq. Ondan sonra inşallah işləyib gələcək. Bu formada. Bir kollektora qoymuşam o tərəfə. Evin içində çünki yer yox idi. Həm də ki, bu boyda istepolu boruları aparıb bir yerə calamaq da olmaz. Ustalar edir, Bakı Ceyhan edirlər kollektora o boyda. Amma mən məsləhət bilmirəm. Bölüşdürmüşəm, hərəsini ayrı-ayrı. Orada belə bir şey var. Katelinin üstündə. Katelinin üstündə burada yer eləmişəm. Burada pləkan falan hamısı düzələcək. Bura qoymuşam. Çünki evin içində qəti yer yox idi. Ona görə fikirləşdik, düşündük, qərarlaşdırdıq, ora qoyduq. Burada da həmçinin radiator. Bunlar da işlədik. Sənətkarlar da mayaklarını qaydasında atıb. Bu da bir sanuzelimiz, ümumi sanuzel. Qəşəng qaydasında. Bunlar hamısı soruşurlar, bu niyə svarakayasına ehtiyac yoxdur, öz kranşleni falan var. Qardaşlar, burada skvaznoydur, bunu mən hara birləşdirəcəm. Yəni bu formada salroq divansını bərk edirik, üstəlik də simentliyirik, olur möhkəm. Suyumuzla filan vurmuşuq, test eləmişik. Bu borularda da, qapalı sistemdə də, sonra bu isti soyuq sistemdə də sularımız test olunubdur. Belə qardaşlar, inşallah aşağı mərtəbənin də işləri qalıbdır. Hələ ki oranı düşünürəm ki saxlayacağıq, çünki hələ
biz maşallah işlərimizi irəli atmışıq, tez görmüşük biraz. İndi bəzi aşağıda işlər var, onlar görsün, ondan sonra biz inşallah gəlib görəcəyik. Çox sağ olun, var olun, inşallah işləri izə çəkibsə paylaşacağım. Sağ olun, minnətdarım.